Hər kəs salam dəyərli izləyicilərimiz, mən Hüseyn Heyv. Bu günlər sizinlə bir yerdə Pünhan Bədəlli ustamızın yanına qonaq gedirik. Nəyə görə? Əlimdə gördüyünüz kimi şam və yandıran. Nə işə yarayır? Belə deyim ki, Pünhan ustamızın qeyri-adi bir bacarığı var. Şamla və alovla saç qırxır, yandırır, ütür, qırxır. Dayı onu özü bilər. Çox qəşəng əl bacarığı var, əl qabiliyyəti var. Və bu fürsəti qaçırtmadan yararlanmaq istədim və dedim ki, gedək həm videoyu çəkək, həm görək bir Pünhan ustamızın əl işi necədir. Getdik. Bəli dostlar, gəldik Pünhan ustamızın yanına, salonuna. Biraz Pünhan ustamızın əlində iş olduğuna görə dedim videonun girişini eləyim. Sən də o vaxta qədər işini bir dənə qutar. O da razılaşdı, çox sağ olsun. Dostlar, belə videoların davamının gəlməsi üçün kanala abunə olub, like atıb, şərhdə öz fikirlərinizi bildirməyi unutmayın. Aşağıda Pünhan ustanın da səhifəsini etiketləyəcəm. Orada takip atıb abunə olsanız sevinərəm. Ən çox belə videoları belə deyim, xaricilər çəkibdir. Ancaq shorts videoları falan filan. Dedim sizdən mənimlə uzun video halında. Pünhan usta, bildiyim qədərilə şamla saç qırxırsınız, hətta alovla. Siz bu bacarığı, bu sənəti hardan öyrənmişsiniz və necə öyrəndiniz ki, şamla və alovla saç qırxmaq mümkündür? Hər vaxtınız xeyir olsun. Birinci növbədə sənəti öyrənməyim, yoxsa alovla saç kəsməyim? İkisi bir yerdə. İkisi bir yerdə. Mən özüm həm universitet qurtarmışam, həm kollec qurtarmışam və daha sonra bərbərliyi başlamışam Kürcüstanda bir Kürcü, Badri adında bir Kürcüdən. Daha sonra sənətə bir gözəllik qatmaq üçün həqiqətən alovla saç kəsməyi özümdə kəşf elədim. Onu da nəyə görə kəşf elədim? Çünki saçın ucunda saç qıranlar olur. Onları adətən çox vaxt qayçı ilə götürmək olmur. Alovla mən o saç qıranları götürürəm. Bir də ən çox mənim bunu eləməkdə məqsədim bu idi ki, gəncləri daha çox bərbərlik sənətinə cəlb eləmək üçün bir maraq qatdım. Və özümdə belə bir şey dedim ki, yəni kimsə saçı qayçı ilə, maşınki ilə kəsirsə, biz lazım gəlsə, yəni bunu alovla da kəsərik. Yəni burada bir həm şou var, həm də bir sənət var. Təbii ki, bunu buradan vurğulayıram ki, bunu ev şəraitində heç kəs eləməsin. Yəni bunu həmişə mən çəkilişlərimdə də demişəm ki, bu biraz təhlükəli də ola bilər. Nə qədər əyləncəli görünsə də bir arxa planda bunun təhlükəsi də var. Ona görə buradan xüsusilə vurğulayıram ki, az yaşlı uşaqlar və yaxud da yeni başlayan tələbələr çünki bunu eləyəndə çox diqqət eləsinlər. Yəni eləməklərini heç məsləhət görmürəm. Mən eləyirəm, bunun məsuliyyətini mən daşıyıram. Amma yəni heç kimə məsləhət görmürəm. Və daha sonra mənim tələbələrim çoxdur, özün də bildiyin kimi. Bunun içində bir neçəsi cəhd elədi, öz yanımda. Baxdım ki, burada bir həyəcan, adrenalin olduğuna görə bunlar bu işi davamlı eləmək istəmədilər. Və mən eləməklərini də istəmədim. Təbii ki, sənəti bilirlər daha yaxşı. 125 dənə tələbəm olub. Ay maşallah. Maşallah günün olsun. Bunların içində qabiliyyətliləri çoxdur. Demək olar ki, 70 dənə tələbəm də işləyir. Və məsləhət görmədim. Dedim, elə siz qayçı ilə kəssəz daha yaxşı olar. Yaxşı olardı ki, göstərək. Bir də ki, mən saçı indi göstərəcəm. Şamla saçın ucunun uc qırıqlarını götürürəm və saçı uc hissələri biz qayçı ilə forma veririk ki, qırıntılı olsun. Onu adətən çox vaxtı biz dediyimiz firlovka qayçı var. O qayçılarla da vermək olur. Bununla da daha yaxşı alınır. İndi mən göstərəcəm, siz görərsiniz. Bir dənə yaxınlaş. Pünhan usta, iş arasında mən indi eşitmişəm ki, alovla saç qırxanda eləyəndə adətən saçın dibləri quruyur, sonra saçda tökülmə baş verir. O düz söhbətdir, yoxsa yanlış söhbətdir, onu bilmirəm. Bu necədir? Mən çəkilişlərimdə də olanda adətən çox vaxt kommentlərdə yazırlar. Bilsən, insanlar kommenti yazmaqları doğrudur. Təbii ki, bizim orada yanlış olan tərəflərimizi düzəltmək üçün. Hər kəsin öz şəxsi fikrini bildirməsi. Təbii ki. Yəni biz böyük bir iş görmürük, bərbərlik fəaliyyətindən məşğul oluruq. Və buradan da gənclərə səslənmək istəyirəm ki, əgər hər hansı bir peşənin sahibi olan insan sənətini sevirsə, sənətinə daha da gözəlliklər qatar və bunun təhlükəli tərəflərini dedim, hansı ki, saçı alov verərsən, insana zərər verərsən. Amma saçın uc hissəsini götürəndə
Mən həm alovla saç kəsirəm, həm də alovla saçı düzləşdirirəm. Yaxşı keratin ustaları bunu çox gözəl bilir ki, keratinin missiyası saçı düzləşdirməkdir. Saçı düzləşdirmək üçün də alovla onu mən misal üçün spirtlə alovlayıb düzləşdirirəm də və yaxud da onu keratinlə də yenə düzləşdirmək olar. Saça zərər hansı halda ola bilər? Buradan qoy bunu vurğulayım. Saç bildiyimiz bunu yeni başlayan tələbələrə də demək istəyirəm. Olan şey. Yeni başlayan tələbələrə də demək istəyirəm. Və yaxud da bilməyən ustalara da demək istəyirəm ki, saç normal bildiyimiz bir tel halında oluna bilər. Amma bunu mikroskopla baxılanda görülür ki, saçın iç hissəsi boru şəklində olur. Adətən çox vaxt deyirlər, biz şampunu saçımıza vurduq, saçı zədələdi. Saçın əgər uç hissəsində o qırıq var, biz o qırığı verəndə saçın kökünə qədər o zədəni versək, onda saç zədələnə bilər. Amma normalda ya qayçı ilə kəsdin və yaxud da götürdün alovla kəsdin, bunun saçın dibinə heç bir zərəri yoxdur. O düzləşdirmədə spirt vurub yandırdığımız halda dəriyə zərər verə bilərsən. Onu da yenə də vurğulayıram ki, peşəkar olmayan adam eləməsin. Amma qaldı ki da o boru şəklində dediyim, sən onu şampunla da, əgər saçın uç hissəsini, üst hissəsini, hansı ki qat hissəsini şampunla da yandırsan, alovla da yandırsan, saç zədələnə bilər. Amma biz onun saçın kök hissəsinə düşmürük, uç hissələrini kəsirik. İndi mən özüm göstərəcəm, qardaş yaxından baxsın. Deyim ki, şamımız da o qədər keyfiyyətli bir şam olmadığı üçün Bəlkə təzə yanıb ona görədir. Ola bilər. Bir dənə yaxından bax. Saçın uç qırıq hissələrini götürürük. Və bir də deyim ki, ümumiyyətlə gənclərə səslənirəm ki, indi hər kəs oxumaq istəyir, hər kəs daha yüksək peşələrə sahib olmaq istəyir. İndi alınmayanda əgər ki, yüksək peşələr, bizim peşəmiz də şükür Allaha elə bir əskik peşə deyil. Yaxşı olardı ki, bu peşəyə gözəlliklər qatsınlar, gənclərimizi bura, belə deyində, maraq çəksinlər. Mən ən çox burada gənclərimizin maraq çəkməsi üçün bunu şoyu qatdım bu sənətə və şükürlər olsun ki, ondan sonra mənə nə qədər gənclər müraciət elədi, bərbərliyi öyrənmək. Mən də buradan səslənirəm ki, mən özüm bir bərbər olaraq 125 dənə tələbə yetişdirmişəmsə, bunun özü balaca bir nailiyyət deyil. Təbii ki, mən bunu özümü belə deyim də, yəni ki, kiməsə yüksək göstərmək üçün demirəm. Amma demək istəyirəm ki, hər bir peşənin peşəkarı olanda iş problemimiz də olmur. Daha yaxşı olardı ki, hərə bir peşə öyrənsin, peşəkar adamlarda olsun. Hamı yüksək vəzifələrdə ola bilməz. Bizim bacardığımız peşələr hansıdırsa, o peşələri biz misal üçün daha yaxşı sevməliyik, maraqlı ona bir gözəlliklər qatmalıyıq. Bax, indi buradan deyim, bax, bir dənə mən burada şamla kəsirəm, yaxından bax. Bunun saçın dibinə nə zərəri var? Heç bir zərəri yoxdur. Sadəcə bunu demək istəyirəm ki, mən bununla kəsirəmsə, deməli mən bu işimi tamamilə sevirəm, bu işi daha yaxşı bacarıram. Daha yaxşı deyəndə estağfurullah, mən biraz belə özünü övmək kimi olmasın. Övsəz yaxşı, nəyə görə? Çünki hər, belə deyim, bərbər, hər usta bunu bacarmış şamla və yaxud da ki, alovla saç qırxsın. Ən çox xaricilərdə görmüşəm, onlar da ki, yəni belə baxıram ki, heç bacarmayıbdır, yəni 90%. Mən sizə bir söz deyim, Hüseyin. Ümumiyyətlə, mən onu deməzdim ki, mən bacarıram, heç kim bacarmır, estağfurullah. Bizim o qədər gözəl ustalarımız var, adını eşitmədiyimiz. Biz özümüz Bakıxanov qəsəbəsində işləyirik. İnandırım səni ki, Bakıxanov qəsəbəsində o qədər gözəl, bacarıqlı ustalar var ki, mən özüm belə onların əl işlərinə bəzən inandırım səni ki, həsəd aparıram. Yəni, indi onlar bunu eləmir deyə, o demək deyil, mən onlardan güclüyəm, estağfurullah. Sadəcə olaraq mən bir maraq qatmışam. İndi mən sizə göstərəcəm, şam olmadığı halda bunu başqa bir alovla da kəsmək olar. Yəni, xahiş edirəm, yaxına gələrsən. Məsəl üçün, adətən çox vaxtı şam olmaya bilər də, hansısa bir yerdə. Yəni, belə deyim də, lazım gəlsə qayçı daraq olmasa,
hansısa bir müştərimi nə yolla olur olsun saçın formaya salmağı, yəni özümü yetişdirmişəm və bununla da demək istəyirəm ki, heç kimdən artıq deyiləm, bunu vurğulamaq istəyirəm. Çox artıq bərbərlərimiz də var. Sadəcə mən bir maraq qatmışam. İndi yaxşı baxanlar da sağ olsun, baxmayanlar da. Və yan hissələrini də göstərə bilərəm. Və yaxına gəl. Sizə də işlərinizdə uğurlar arzu edirəm. Çox sağ olun. Siz də həqiqətən mən izləyirəm sizi. Görürəm ki, çox peşəkarsınız və həqiqətən siz kimi gənclər də olmağı daha yaxşıdır. Nəyə görə? Çünki boş-boş işlərlə məşğul olan adamlar var, amma siz ən azından nəsə bir şey eləmək istəyirsiniz. İnşallah kanalınız daha da uğurlu olsun, kanalımız daha da düşərli olsun. Görürəm ki, Çox sağ olun. daha da yaxşıdır. Sizə də Yaxşı da işlərinizdə uğurlar arzu edirik. İnşallah daima səsiniz yüksəklərdən gəlsin, tələbələriniz bol olsun, üzünüzü həmişə ağ eləsinlər. Sağ olun. Üzünüzü ağ eləsin demək istədiyim, bunu xüsusilə vurğulayacağam. Tələbələrdən bəzən şikayətim olur. Şikayətim nədir? Bir usta kimi bəzən ustalarımızın çoxu tələbələrin ona diqqətsizliyindən şikayət eləyir, amma mən tamam fərqli bir yöndən yanaşacağam. Mən istəyərdim ki, mənim tələbəm mənə qarşı diqqətsiz olsun, problem deyil. O insanın keyfiyyətlərinə irəli gəlir. Mən o insanı bura götürəndə onun insani keyfiyyətlərini düzəltmək üçün yox, onu bu sənətə yetişdirmək üçün götürürəm. Mən ustalarım, tələbələrimdən o vaxtı narazı qalıram ki, mənim peşəmi öyrənib, davamlı olaraq bunu əgər həyata keçirmirlərsə, mən orada tələbələrimdən inciyirəm ki, mən istəyərdim, onlar mənə qarşı diqqət ayırmasalar da belə, məndən öyrənəndə bu sənəti getsinlər, layiqincə davam eləsinlər, layiqincə bu işi görsünlər, mən onda bilim ki, zəhmətim hədər getmədi. Buradan da tələbələrimin hamısına uğurlar arzulayıram, ruzuları bol olsun. İnşallah ki, mən nə ki, bu sənətdəyəm, daha da çox tələbələr öyrətməyə çalışacağam. Və buradan da vurğulamaq istəyirəm, həmişə deyirdim, yaxşı öyrənmək istəyən tələbələrimin inşallah ki, həmişə qulluğundayam, gəlsinlər. Hər şey maddiyyat deyil. Bunu xüsusilə vurğulayacağam. Bunu reklam üçün demirəm. Hansı tələbələrim ki, həqiqətən nə qədər də biraz onlar üçün acınacaqlı görünsə də, əgər pis də çıxsa, kimin ki maddi imkanı olmasa, kimin ki valideynləri həyatdan köçmüş olsa, onları tam təmənnasız öyrədirəm və onu indiyənə kimi eləmişəm. 4 dənə eşitmə engelli tələbəm olub və bundan sonra da kimlərin ki həyatda atası adı yoxdur, belə deyək də yetimdir, yetim deməyim, əstağfurullah, həyatdan köçübdür. Onları tam təmənnasız öyrədirəm. Kim yaxşı öyrənmək istəsə gəlsin, mən onları öyrətməyə hazıram. İnşallah ki, hərə öz sənətini sevsin, hərə öz sənətinə daha yaxşı diqqət ayırsın. Onda cəmiyyətdə hər cür peşənin peşəkarları daha güclü peşəkar olacaq. Sizə uğurlar arzulayıram. Çox sağ olun. İnşallah ki, uğurlarınız bol olsun. Mən də əgər biraz artıq danışdım, əgər hörmətsizlik elədimsə, ilk öncə tamaşaçılarınızdan üzr istəyirəm ki, videoya baxanda yəqin ki, başa düşərlər. Yox, siz əksinə belə danışmaqla öz peşənizi, öz ixtisasınızı, işinizi cəmiyyətə sevdirirsiniz və eyni zamanda öz işinizi necə sevdiyinizi, necə bacardığınızı, necə bacarıqlı olduğunuzu nümayiş etdirirsiniz eyni zamanda. Çox sağ olun bunu anladığınız üçün və bir şeydə çox gözəl bir vurğulamaq istəyirəm ki, həqiqətən bərbərlik fəaliyyətini öyrənəndə, əgər bu bizim bu çəkilişimizə aid olmasa da, amma buradan fürsətdən istifadə edib demək istəyirəm ki, bərbərlik elə bir sahədir ki, ilk öncə bərbərliyə gələndə bunu hər kəs öyrənə bilər. Yaxşı olardı ki, biraz da insanlarımızla işləməyi və insanlarımızı daha çox anlamağa çalışmağı və ən önəmlisi biz salonda işləyirik. Gördüyünüz kimi salonumuzda nə qədər ustalar var. Hamısı mənim tələbələrimdir. Onlara çox gözəl bir söz deyirəm həmişə ki, salona gələn hər bir kəsi öz qonağın kimi qəbul elə
peşəkar olsan belə əxlaqın öz yerində olsun, təmizliyin öz yerində olsun. Və bu sənətdə əxlaq, tərbiyə çox öndə gedir. Və əxlaqlı, tərbiyəli hər bir peşədə əgər sən davam edirsənsə, sənin müştərin də çox olacaq, sənin sevənlərin də çox olacaq. Ona görə peşəyə gəlmisənsə, peşədə çalış, onun əxlaqını, onun tərbiyəsini həmişə öndə tut, təmizliyini öndə tut. Gənclərə bir söz demək istəyirəm. Sən bir universitet qutarıb bir ixtisası mənimsəyə bilərsən. O ixtisasda davamlı olaraq getməyə də bilərsən. Amma vacib olan nədir? Bayaq dediyimiz kimi əxlaq, tərbiyə. Bizə də həqiqətən buradan qarşılarında baş əyirən müəllim və müəllimələrimizə həqiqətən bizə birincisi orta məktəbdə, bağçada, daha sonra universitetdə, kollecdə fərq eləmir. Bizi həyata yetişdirən müəllimlərin qarşısına baş əyirəm. Və bir institutu qutarmaq o demək deyil ki, o peşənin peşəkarı olacaqsan. Orada yetişdirdiyimiz həyata özümüzü, hansı ki bugün biz sənətimizdə oradakı aldığımız tərbiyə ilə, oradakı aldığımız həyata baxışlarımızla bu sənətimizi daha da yaxşı davam edirik. Ona görə hansısa bir ixtisası bitirib orada işləmədim, yox, mən mütləq bunu oxumuşam, bunu işləyəcəm, elə bir şey yoxdur. Orada bitirmişsən daha yaxşı. Bu həyatımın bir hissəsidir və başqa bir sahəyə gedəndə oradan aldığın həyat dərsini bu peşəyə qatsan, peşə daha gözəl olacaq. Ona görə əxlaq, tərbiyə ən öndədir. Onları da bizə öyrədən, hansı ki o təhsil ocaqlarında, onlar bizim bugünkü günü çox həqiqətən işimizə yarayır. Ona görə bizə bu hansı ki məktəblərdə, universitetlərdə, kolleclərdə əziyyət olan müəllimələri çox sağ olsun ki, bugün biz həqiqətən bir peşədə özümüzü sevdirməyə bacarmışıq. Heç bir zədə dəymədi. Saçın uç hissələri daha yaxşı oldu. Bəli dostlar, bir videomuzun daha sonuna gəldik. Belə videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olub, like atıb, şərhdə öz fikirlərinizi bildirməyi unutmayın. Aşağıda Instagram və TikTok hesabımı da etiketləmişəm. Orada takip etsə çox sevinərəm. İzlədiyiniz üçün təşəkkürlər. Mən Hüseyn Yəhqeyev.